Ay həkimlər, sizə bu təzə ildə çoxlu xəstələr arzu edirəm. Otağınız, xəstəxana dəhlizi, palatalar dolu, ancaq xəstə olsun. Özdə xəstələr bilirsiniz kimlər olsun? Şərəfsizlər, vicdansızlar, qeyrətsizlər, əxlaqsızlar, onun bunun kasıbın yetini yesin haqqını kəsənlər. Bəlkə elə onların dərdinə siz çarə tapasınız. Sizə yalvarıram əziz həkimlər. Hikməti artıran dərmanlar tapın. Biraz həya qatın, biraz da vicdan, qeyrəti artıran dərmanlar tapın. Ulu yaradana şək edilməsin, arsızlıq qəlblərə həkk edilməsin, atalar, analar tərk edilməsin, diqqəti artıran dərmanlar tapın. Biraz ağıl qatın, biraz da zəka, vurun insanlara dönsünlər paça, biraz da yalvarın ulu dərgaha, hörməti artıran dərmanlar tapın. Haram qatılmasın heç bir mayaya, çürük sağ düşməsin təzə xanaya, ataya, anaya, qardaş bacıya hörməti artıran dərmanlar tapın. Hər kəsə keçmişi andırmaq üçün, paxıllıq hissini yandırmaq üçün, əxlaqsız insana qandırmaq üçün isməti artıran dərmanlar tapın. Qeyrəti, vicdanı, şərəfi artıran dərmanlar tapın. Sizə yalvarıram, əziz həkimlər.